yazarsınız hər şəkildə. Aha. Bütün tərəflərinin bərabəri 24. Yəni perimetri 24-də bütün tərəfləri biraz yavaş-yavaş başa düşürsünüz. Tərəflərin bərabəri 24-dür. Aha. Bunun iki toplamımız 10'dur. Tərəfinin biri 6'dır. Demək bunu toplamalıyıq ki 16 əldə edək. Bunun da 24'dür toplamı. 2 ədədin 3 ədəd də burada toplar. 2 ədəd 16'dır. Ona görə 24'də 16 çıxıb 8 tapırıq. Bunun da böyle bir tərəf 8'dir, bir tərəf 6. Düz bucaqlı 3 bucağın sahəsi isə A vurulsun B bölünsün 2'dir. Aferin. Deməli nədir? 8'i vururuq 6'ya bölürük 2'ye. 8'i 6'ya vurduk. 48, 48 2'ye böldük. İləri 24. Başa düşməyən var? Aminin izahında bugün Namazov çalışmaları 9-cu sual mövzumuz düzbucaqlı üçbucağın izahına baxdınız. Başa düşməyənlər olsa Aminə suallarını verə bilər. Var mı uşaqlar sizdə başa düşmədiyiniz hissə? Başa düşdüm. Ayağınızı